Assalamu aleyküm. Kuşbaz əhli, həvəskarlar, kuşbazlar, belə deyək də. Hamını salamlayıram. Allah Taala hamının malına, mülkünə bərəkət versin. Əziz heyvanlarım da çəkib paylaşıram YouTube kanalında. Hamıdan da xahiş edirəm. Dəstək olsunlar, kanala abunə olağın. Bacardığımız qədər kommentlərdə, like-da dəstək olaq. Kanal biraz yüksəlsin. Təzə kanaldır. Bu da bizim bala quşlarımızdır. Bir-iki dənə ana quş var içində. Cəhdlərdən atmışam bura ki, uçurdub cəhdləşdirməyə. İstəyən olsa, bax, erkək gökkuyruq boynugüllü. 5 saatına kimi görmüşəm saatın. Erkək quşdur. Erkək quşun çox olduğuna görə bax, sağsağan erkək. 5 saata kimi göstərib oynaq quşdur. İndi düşüb oynağa, uçurdub ayrılmaq lazımdır. İstəyən olsa sahiblendirilir. Tutub gizlədənlərə buradan salam göndərim. Bir dənə göy əbrəşim gedib, ayağında nömrə də var. Yeri çıxmır. Saxla, bəlkə getdin qabağa. Orada balalar çıxır bir-bir. 15 dənə də bala əmələ gəlib. Onları da köçkünə buraxacam bayra. Tutarsan, gözün doyar bəlkə. En azından zəngələ də, zəngəlindən ki, vahid quşum məndədir, vermirəm. Lazım deyil mənə. O bəzlər kimi quş tuturuq. Az qalırlar, krit ilə çıxsınlar Sivyaza ki, bir quşdan ötürü 40 nəfər zəng edir. Qardaş, xala oğlu, bibi oğlu, dayı oğlu, quşumuz gəlib sənə düşüb, onu ver də. Yekə oğlansız. Bir quş nə olan şeydir benim. Yiyəsinə atqaz eləndisə, verilmədisə, en azından bir nəfərə dedin daha nəhlə şeytana, bir dosta dedin, tanışa dedin, ona da atqaz getdisə daha uca kiməsə deməyə ehtiyac yoxdur axı. Artıq şeylərdir. O da neydən irəli gəlir, tutub verməmək. O qədər tutub gizlədirlər, o qədər nəmi, quşun ayağından üzüyü kəsib çıxardırlar. O qədər mındar hərəkət edirlər bir quşa görə ki, məcbursan ki, sən də tutub verməyəsən. Bir dənə də söz deyəcəm. Daha bilmirəm o sözü deyən mənim YouTube kanalımı izləyir, izləmir. Qardaşlar, mən yarışmada olmamışam, yarışmaya qoşulmamışam. Hələ ki, yarışmaya hazır deyiləm. Bəziləri kimi yalandan basıb kəsmirəm, mənim qafımda 10 saat uçur. 5, 6, 7, 8, Allah bərəkət versin. 8-dəki təkli quş göstərib. İndi Allah qismət eləyər, bu ili görərik. Yalandan basıb kəsmirəm bəziləri kimi ki, mənim quşlarım 10 saat uçur, 8 saat uçur. Mən yarışmada olmamışam. 7-8 və yaxud da ki 10 nəfərin içində yoldaşlıq uçuş olacaqdı. Öz dostlarım, tanışlarım, gəlib çörəyimi kəsənlər, qapımda oturub yiyib içənlər, qapılarını geyib gəldiyim uşaqlar. Onlarla quş uçurdacaqdıq. Sözümüz düz gəlmədi, çəkildim qırağa ki, yox. Həmin oğlanların da hamısına yenə bir-bir deyirəm. Hansı istəsə, gəlib qonağım ola bilər. Həmin uşaqlar içində, dostlar içində, qardaşlar içində ki, günü bugün quş uçurda bilərəm. Problem yoxdur. Bu uçsa da mənimdir, uçmasa da mənimdir. Atdan düşməklə, nəmlə oğlanmaqla deyil, bir oruç tükdür. Qulağıma çatır ki, bəzi quşbazlar yox, quşlar, belə deyir, quş deyir ki, vahidin qapısında quş olmadığına görə çəkildi yarışmadan. Yenə deyirəm.
Problem yoxdur. Gəlin uçurdum. Bu qapıda gördükləri üz eləmənin, bu cavan quşlarımdır. Bu ilki quşlardır. Elə hamısını buraxmamışam bayra. O setkada dolu quş, quşu yuva bağlı. Quş üçün rəvzi sıxmayın. Allah'ın malına bərəkət versin. Kimin sözü olsa, WhatsApp'ım var. YouTube kanalında nömrəm də qeyd olunub. TikTok'da qeyd olunub. TikTok'da nömrəm də qeyd olunub. Kim istəsə yaza bilər. Kommentariyalarında 99%-ni yox, 100%-ni demək olar ki, cavab verirəm. İndi bir dənə, iki dənə ola bilər gözdən yayınar. Ünvanım da ki, bəlli. Siyazan rayonu Yenikənd kəndi. Adım da Vahid. Kim istəsə axtarıb tapa bilər, sözünü deyə bilər, problem yoxdur. Zəhmət olmasa kanala abunə olağın, dəstək olağın. Allah malınıza bərəkət versin, Allah köməyiniz olsun. İnşallah. Bu bəziləri yazır, ancaq yerdə paylaşırsan. İnşallah havalar düzəlsin, göydə də paylaşarıq. Allah Taala qismət eləyər. Oldu, özünüzdən müğayət olun. Bala quş istəyənlərə də var bala quşlar. Bunu da deyim. Bəziləri yazır, bir partiya satılıb bala quşlar. Yəni ki, bir tane saxlayıram, bir tane satıram. İstəyib eləyən olsa 2 manatı, 3 manatı yox, 15-20 manat. Belə deyək də. İstəyən olsa gəlsin, problem yoxdur. Tutu verəcəm, bir tane saxlayıram, bir tane aparırsın. Hələlik özünüzdən müğayət olun.